xeyir olsun dostlar. Qırğı ne? Bir də yağış yağır, ürəyin istəyən dəhşət bir şeydir də. Yəni partlayır, çöl dağılır. Çöl dağılır dostlar. Deməli dostlar, getdim. Məndə elə bir ki, bu USB işləmirdi. Yəni işləyirdi. Bunu elə bir mənə kim verdi? Hə, bunu Polyak verdi mənə. O bir maşında olanda hamısı xarab idi. Bu da yaxşı yığmır. Yəni gərək telefonu işlətməyəsən. Getdim mən də təsini aldım. Paçkada 35 slot verdi mi bunu? Belə bir şey. Bunu qoy yoxlayım görüm. İşləyəcək, işləməyəcək. Gəlin bir yerdə yoxlayaq. Çöldə yağışa baxın. Tak. Deməli. Ya bismillah. Ah, yes kontakt. Yes kontakt. Nə istəyir? 5.1 nədir? Belə yazır bu. 5v1-a. 5v1-a. Tak. Aha, bu getdi. Bu getdi. Taxaq. iPhone-u da götürək. Taxaq, görək yığacaq. Allah, yağışa bax. Yığdı. Yığdı. Nətərsiz dostlar, nə var, nə yox. Dostlar, təsəvvür edeyim. Həmişə belə yağış səsi gələndə nə yadıma düşür? O vaxtları mən bağçaya gedirdim. Mən 90-93 idi, yadımda deyim. Nəysə, bağçada Rus bağçasına gedirdim özdə. Azərbaycanlılar da var idi, amma daha çox Rus idi də. Orada dinc qalmırdım da, yəni incidirdim müəllimələri. Başlarını oynasırdım da, günahlarından keçsinlər də belə. Dəzəl uşaq olmuşam, belə deyək. Günlərin bir günü belə bir yağış idi dostlar, həmişə. Belə yağış səs gələndə o yadıma düşür deyə sizə danışıram. Belə bir yağış yağır, güclü bir yağış yağırdı da. Evdən çıxdıq, belə bukvalna elə bir gedirdin, azı bir 100 metr belə gedirdin, iki binanın arasından bağçaya yol girirdik, bağçanın zaboru idi, yəni yaxın idi, piyadalıq yol idi. Evdəşlər əlindən tutub apardı mənə bağçaya. Yağış da tökür, mən də səhər-səhər yuxudan duranda evdəkilər elə bir mənim corabımdır, sonra o vaxtların kalqotka geyindirirdilər. Yanınıza gələr uşaqlara. Kalqotka uzanıb isti olmalıydı. Yəni o elə bir ki, o vaxt nədə onu qızdırırdılar. Nə indi o vaxt bəşdə atapliyeli var idi yadımda deyil, amma olmamış olmaz o Sovetin atapliyeliləri var idi, dəmir qalın, Katellidən gələn. Elbir məni yuxudan oyatmamışdan əvvəl corabımı, kalqotkamı qoyardılar o isti yerə də. İsti yerdə də elə bir ki, yuxudan oyanan kimi mən tez dururdum. Qardaşım, böyük qardaşım 1 yaş məndən böyükdü də, yaşayarım. O zırramaydı, durmaq istəmirdi. Elə ağlayırdı, dağıdırdı, yox getmirəm falan filan. Mən tez dururdum. Niyə tez dururdum? Hirslənirdim ki, eyni səsə çox eşidəndə dur, yaxşı dur falan filan. Eşitmək istəmirdim uşaqlıqdan. Ona görə sırazı dururdum yuxudan. Da ikinci dəfə məni çağırmasınlar. Ki, bütün günüm xarab olacaq. Bu boydaydım, amma beləsi razmışlıq var idi. Nəysə, dururdum, isti paltarımı geyindirirdilər, özümə gəlirdim, əlizimi falan yığırdım, elirdim. Əyağımda yaş yerə dəyməməlidir. İndiyənə qədər eləyəm. Mən məsəl üçün üzr istəyirəm, ayaq yoluna tanımadığım yerdə girmərəm. Yəni, bəlli bir marşrutda yerlər var ki, hansı ki, ayaq yoluna ancaq orada girirəm. Hamamda, evdə belə əyaqlarım çünmərəm. Çünki əyağım suya dəydi, mən məhv oluram. Elə bir ki, uşaq vaxtında elə bir əyağım, kalqotkanın biraz burnu istanadı. O kalqotka dəyişiləsi idi də. Ya köynəyimin burasıdır, ətəyi mümkündür. Nəysə, durdum yuxudan günlərin bir günü mən belə büküblər mənə belə, kapşonla, zadla belə bağlayırlar, şey oxşayıram. Yanaq da qıpqırmızı. Aparırlar məni bağçaya. Qardaşım orada özünü öldür, ratdan düşür, özünü çırpır betona zağla ki, getmirəm. Nəysə, sürüyə apardılar bizi. İndi mən də variant axtarıram ki, nətər eləyim ki, mən qaçım da, bu bağçaya getməyim. Orada bir qız var idi, Rus qız idi, Albina. Onun eşqilə gedirdim, o yanına yastırırlar. Kaşa zat verib eləyirdilər. Kladovkamız var idi, raskadoşkaları özümüz çəkib götürürdük. Yəni belə zəhməti örgədirdilər də bizi. Gəldim bağçanın ətinə çatanda, qapıdan ki ayrılasıyıq da evdəşlərlə. Ayda, bir ağlamaq tutub mənim ki, getmirəm də, istəmirəm də, vurun öldürün, girmək istəmirəm. Nəsə, dedilər ki, müəllimə gəldi, məni təhvil almağa, Rus müəllim. Yox, əstəğfurullah, şey var idi, balaca boy var idi bir dənə, Naza xanım. Yadımda gəlir, cavan qız idi. Olardı, 28-30 yaş belə.
Gəldi mən götürəndə, göydən də yağış yağır. Biz də naviyyəsinin altına dayanmışıq. Bax, Rus bağçasıdır, 2 mərtəbəli olur belə daşdan. Göydən yağış yağır, ildırım reski çapdı beləsinə. Dadam, belə moşdu vurdu da. Tık, mən sıraz dayandım. Ki, yəni o nə səs deyil, hə? Müəllimə dedi ki, ildırım babadır. Bax, özünü pis aparsan, gələcək. O, bu. Məndə psixoloji ilə bir şey. Yağış yağır, bax, bu dəmirə vurur bu səs. Kimi romantika fikirləşir, kim nəm deyir, sevgilidən deyir, uzalardım dəmir, gözəl Azərbaycan güşələrini belə bir səs gələrdi. Qardaş, mənə düşmənimdir belə bir səs. Bu səs gələndə mən İldırım Baba funksiyası qoşulur məndə. İldırım Baba özdə. O, bu uşaqlar, mən bağçaya getməkdə problem yaranmadı. No, bağçada müəllimələr gür verdim, işıq vermədim də, yəni. İçəri girdim, uverinliyim içəridəyəm, İldırım Baba mən heç eləməyəcək. Dağılırdım da oralar. Axırda qolladılar mənə bağçada. Rus müəllimə dedi ki, çıx get. Qolladı. Nəysə. Yağışda yadıma düşdü. Dayanmışam dostlar, hələ də parkdayam. Pəncərələrdən soyuq gəlir deyə bütün pərdələri çəkmişəm, içəridə işıqları qoşmuşam. İndi gözləyirəm ki, sabah olsun. Ya sabah, ya birisi gün maşın keçirdəcəm. Sənədləşməsini axıra kimi eləyim sonra. Gözləyə görə başlayacaq gəldim. Telefonu yaxşı zayetiqəyə qoydum, bilməm nə oldu. Getdim özümdən də belə kol aldım, reklam olmasın. Yanımda suyum olsun. Yemək yedim. Dünəndən yemək yemirdim dostlar. Sup içdim. Supu içə başım gizəlləndi. Dedim bu nədən? Belə insan da belə acar ki. Axşam deyə burada mən indi yemək yeyirəm. Nəysə dostlar, biraz adda xaç eləyim. Dəlçə görə başımıza nə gələcək, sizi bütün məlumatlandıracam hər şeydə. Ya Allah dostlar, xoddiyaq, bir dənə dar yerdir bura. Sağımız poluna dirənib, ona görə birinci düz dala verəcəyik. Sayəşini söndürək. Düz dala verəndən sonra dostlar, sonra bu tərəfə düzəldib, arxasını sola çıxartmalıyıq. 0 nöqtədir. Maşın biraz işləyəndən sonra şey sönməlidir, injektor. Yanacağımazdır, yandı bu belə. Hə, söndü. Remeni hələ taxmayaq. Buradan səliqə ilə çıxmaq lazımdır dostlar. Çox səliqəli çıxmaq lazımdır. Heç yerə ilişdirməyək. İş rejimdə qoyaq taxonu. Açığımız burada. İşıqlarımızı yandırıq. Bir dənə qaldı abispeçeniya. İndi bu gecə gərək gözləyim, mənim o zapaska təkərim var dostlar. Sən demə bugün bazar günüdür, axı işləmir bugün vulkanizasiya. O zapaska təkərin içinə disk alıb qoymalıyam. Lüboy diski belə xarab dağılmış. Yaxşı olardı, xarab dağılmış almazdım, normal disk alardım. Zapas təkər olardı üstündə. Xarab oldu, dəyişə bilsinlər. Yenə də Allahdan xeyirlisi görək. Birinci olduğu kimi dala verək. Oy, çox vurmayaq. Olduğu kimi biraz dala verək. Tak. İndi biraz belə götürək maşına.
Çıxartdıq dostlar. Gedə bilərik. Remenimizi taxaq və salam. Yəni həyəcanlanmadan səliqəli şəkildə dostlar çıxara bilərsiniz. Əsas odur ki, pritsepimizin razmerini biləsiniz. Buradan sola gedə bilərik, sağla gedə bilərik. Prinsipdə solla çıxaq promoy trasada onda. Əsas pritsepin razmeridir dostlar. Razmerini bilməlisən, tam dəqiqliyini raşotla bilməlisən ki, bu nə cür, bax orada stolba var idi. Nə cür vəziyyətdə bu keçəcək. Onlar önəmli şeylərdir. Allaha çox şükür, səliqə ilə çıx, türk maşını idi, bax o. Balaca aktroslar var dostlar. Onları harada gördüm, bilirsən ki, türklərdir. Onlardan başqa heç kəs sürmür onu. Bir də Ford təzə F-Max-lar. Buradan da sola. Yanacağımız çox azdır dostlar. Gedək Lotusa pul xırdalayaq. Və pul xırdalayandan sonra açıq olsaydı vulkanizasiya, təkəri düzəldib qaçardım. Amma heyif açıqdır. Allahdan xeyirlisi, yemək zat ya istirahət eləyək dostlar. Biraz video montaj eləyim sizlər üçün. Ondan sonra sabahsı gün inşallah salamatlıqla yola çıxarım. Kruqa çatdıq, yavaşlayıq. Bu kruqu da keçib bir 10 kilometr zat getməliyik. Yəni çox kruq getməyəcək kruqdan sonra. Birinci palajeni retar verdim dostlar. Əslində retar edib qornu verdim. Yəni çox riski vermək olmaz. Çünki həmən snast eləyər. Pritsep cəhəbi önümüzdə dayanar, iraq olsun. Apaslı şeydir o. Burada yavaşlayaq. Arxamızda maşın var. Yox, sakitçilikdir. Səliqəli şəkildə dostlar, sərhədə yaxınlaşırıq. Bu maşını Avropadan çıxardırıq. Euro 6 Mantega X440 motorla. Allah çox şükür salamatlıq oldu və sərhəddən də sonra inşallah sağ-sağlam maşın gedib çıxsın Azərbaycana, sahibinə qovursun. Zastaviyaç. Sərhəddə o qədər növbə olmamalı da sizə deyim. Yəni 2 gün öncə o biri maşın keçib. O deyir, yəni o qədər çox növbə yox idi. Pavorot var idi, yadınıza gəlir dostlar, Aktrosla video çəkəndə görsətmişdim. O pavorotdan da daş gedirsən, park var idi orada. Səhv eləmirəmsə ermənilərin parkıdır. Səhv eləmirəmsə elə eşitmişəm. Mən ora girməmişəm heç vaxt. Elə onu eşitəndən sonra heç vaxt girmərəm. Amma elə deyirlər. Deyirlər ermənilərin də o var. Günü də 100 zlotdur. Erməni olduğu bilinir. Qansızdır da. 100 zlota park olar hə. Ən bahalı park şeydədir. Almaniyadan Polşanın girişində, Polyak tərəfdə, Zielonogorada. 60 zlotdur gecəsi. O gün gecə saat 5-də gəldim, Webasto işləməyəndə. Səhər 6-da məni oyatdılar. Deyirəm, nə qədər? 60. Deyirəm, xəstəsiz siz. Qrabyoz deyə bu deyirəm, siz. Mənə dedim, soyursunuz. 60 nədir? Deyir, novi rok, novi cene. Dedim, köpək uşağı, yaxşı. 1 kilometrdən sonra adresimizə çatırıq dostlar. 1 kilometrimiz qaldı Lotusa. Sadəcə gün bazar günüdür, yadımdan çıxıb o təkəri içinə disk qoydurub belə indidən basıb gedərdim sərədə. Amma çox heyif. Ki bu Allahdan xeyrisi, yəqin belə məsləhət imiş. Gedək maşını səliqəli şəkildə park eləyək orada. Ondan sonra orada da temalar var, yerlər var. Vulkanizasiya tərəfdə park eləmək olmaz. Yəni olay əslində yaxşı bir şeydir. Prosta
park eləyəndə orada gəlib pulu alırlar adamlar. Bu tərəfdə park eləyirik, gələndə gizlənirik maşınçıda, görə maşın yiyəsi yoxdur. Bir də parka pul vermirik. Görə burada yer var hələ saxlamağa. Yer olsa zor olardı. Tak. Sən deyəsən yer yoxdur, zabitdir. Girə hələ baxaq hələ. Mən yanacaqda vurmalıyam. Düzdür, hələ varımdır stayakini işlətməyə. Görmələt olacaq. Tak. Desən burada var yer. Nədir belə? Burada salardıq. Sənə bir də heç nə olmasın. Əla. Girdik bura. Vəsə buradayıq. Oradan gəldi, girdi mən bölməyə. Şey. Gözəl, antiqə. Şey dostlar, bu cür qaydada. İndi polunu gedib rahat şəkildə çörəyimiz də yeyə bilərik, pulumuz da dəyişə bilərik. Gəldik, çatdıq dostlar, Allaha çox şükür, gəldik, çatdıq. Yorğunçuluqdur dostlar. Maşını açdoya qoyaq. Qoy, istirahət eləsin taxo. Allahdan xeyrisi. Belənsə sizdən bir gün keçirtdik. Daha doğrusu bir günlər keçirtdik. Hamısı sifarnıvac edib bir yerdə. Allahdan xeyrisi dostlar, çox sağ olun mənlə bu səyahəti elədiyinizə görə. Bu son deyil, bunun davamı gələcək. Yəqin ki bir gecə burada qalaram. Daha sonrasında sərhədə yola düşərəm. Eksportları, EX-ləri elətdirdim, qaldı обеспечение karantika. Ondan sonra da, обеспечение olandan sonra da yanacağımı vuracam, bir balaca varımdır. Ondan sonra tərpənəcəm. Gəlin görün, qalıb yanacağım. Bu qədər yanacağım qalıb, yəni bəs eləyər. Sarı işıqda qışqırır. Allahdan xeyrisi. Görək başına gəldə yeməyi acından ölürəm, pulum da yox idi. Ciao dostlar. Dostlar, Kalyekadayam sərhədəki. Qırğın deyir atsa da öldürürlər bir-birini. Qırın bir-birinizi. O getdilər. Я уже почти до нее задолгался, до весов. Смотрите, кто хочет того мужчину. Брать, снимайте хуйню, есть маленький
терминал до пересменки зайти. Я такой этот шкодник, ну. Да, Белый, что ты стоишь, не подъезжаешь, ёпта? Ну да, Allah'ım salamaleykum aleyküm. Тоже, блядь, идут продвижки, они в носу, блядь, ковыряются. Двинулась машина, двигается, они ты, блядь, ждешь, когда двигается, машины разрыв будет. Вот еще один подтягивается, а? Ты видите, что стоит? Он опять уже ебашит левый пас. Во, бля, второй еще поехал. Вот то хуйло, опять он ждет, блядь, и звонит. Они едут мимо перед ним. Qabağını öldürəcəklər o keçənləri. Езжай ты его, какого хуя ты стоишь, блядь, супер. Да, блядь, ты едешь нахуй или будешь стоять так супер жевать, ёб твою дивизию, блядь. Объезжайте нахуй таких. Езжай, не пойму. Qırğın deyil dostlar, qırğındır. Nəysə, çox davam elədi. Bu kadrın başı bıraxaq. Qoy qırsınlar bir-biri. Əslində sənədə çox yaxın, ha? Yəni, çox da uzaq da deyiləm. Bir şey qalmayıb, demiyorlar. 800 metr, 1 kilometr falan qalıb. Ну, они захуяриваются прямо в терминал, блядь. Terminalın ağzına girməyin üstünə qırğın gedir. Не, эти два рэпа на яблоки поехали, ребята. А, ну тогда можно простить. Нет, здесь разговор о том, что разрывы нахуя держат, блядь. Машина двинулась к весам, ты подъезжай. Хули ты стоишь, дрочишь, блядь. Huzur qaydaları bura. Bütün sənədləşdirməni elədik. Eksportları yoxlayır. Eorikod deyirlər. Onu yoxlayırlar. Buraxılır. Polşanın çıxışıdır bu. Gedək maşın təhvil verək. Oradan da boş tutulmayın. Bunu da biraz protiv gələn olmasın. Protiv gələn elə bir at qalxmaz da prinsip elə deyək. Polşanın çıxışıdır. Terminal var burada. Maşını saxlayırsan, burada girirsən, oradan içəri. Sənədləşdirirsən, kart verirlər. Kartı növbəvi yazdırırsan və ondan sonra oturursan, ekranda sənin nömrən çıxmağı gözləyirsən. Nömrə çıxandan sonra gerisi problem yoxdur. Yaxınlaşsan pəncərəyə və pəncərədə sənin remen taxmamışam, onu deyir. Pəncərədə sənin nömrən çıxır. Yaxınlaşsan hansı nömrədirsə oraya, ondan sonraki problem deyil. Burada indi bax orada şlaqbanda mən kartı qoyacaqsan. Əvvəllər kart dörüydü, özləri açırdılar tex pasportda. Bir də kartı qoyursan, özü şlaqbanı açır. Gedək qoy baxaq ki, elə. Keçən səfər burada ilişmişdim mən. Açmadı nəsə. Bu səfər yoxlayaq elə. Şlaqban kartı qoydum dostlar. Bax, açıldı bu zırqalıdı indi buradan. İndi buradan çıxıram. Oydu da var. Buradan bu tərəfə uca asfaltdır. Burası rengindir. O tərəfdən fırlanıb gəlmişsən renginə. Buradan varsa 3 kilometr dostlar. 3 kilometr gedəcəyik düz sərhədə. Sərhəddə axırda orada Paqranı keçirsən. Paqranı keçəndən sonra düz körpüyə. Belarusiya ilə Polşanın arasında körpü var. Həmən körpü sizə ayrılır. Siz körpüyə girə bilər, hansı bir renginə girənlərdir. Körpüyə girəndən sonra neytral yuxarıdadır. Keçirsən Belarus tərəfə. Orada biraz interesli Qruntavoydu. Oradan da keçsən Belarus tərəfə və salam, canın qutadır. Bax, bu Belarusdan Polşaya daxil olan maşınlardır. Bax, burada o çərədə dayanıblar. Buradan kart verirlər onlara. Tərəzi buradadır. Buradan buraxılırlar. Baxın, bax, belə. Burada rampanın altına girir. Keçir, burada da bir-bir gözləyirlər. Staforu gözləyirlər. Stafor aslan kimi gedəcəklər. Polşa tərəf işləməyib. Belarusdan maşınlar yığılıb. Növbə nə qədər. Buradan sağlam deyək.
tırlar bax. Əslində bu dayanan tırlar Polşa ərazisindədir. Çünki Paqranı orada keçirlər. Biz gedib keçəcəyimiz yerdə. Və hətta sizə deyim ki, orada dala da qaytara bilərlər ha sizi. Yəni maşının hər hansı bir işığı yanmasa, bəyənməsələr, hardasa çoxlu çirk olsa, polyaklar dala qaytara bilərlər. Polnusu deyə bilərlər ki, yəni qayıt dala. Ki qaytarıblar, bir çox hallarda olub. Sürət 50-dir, 50-ni tutub yavaş-yavaş gedirik. Və bunlar Kalyekadır, bu canlı növbət dayanıblar hamısı ki, terminala girsinlər o çeredə. Əməlli körpü növbələnib. Sağımız solumuz kənddir dostlar, Polyakın kəndləridir. Yola gəlirsən, Qruntavaya olan yer var, çıxmaq istəyir, yemək istəyir. Növbələri qutardı. Bu yol düz davam eləyir, düz nə vaxtsa gəlsəz bilin, Paqran qabaqdadır, yəni heç narahat olmayın. Davam eləyəsiz bu yolu düz Paqrana tərəf. Buradan yüngülvari qoyuruq üstünə. Sürət hətta 50-dir, amma problem yoxdur. 50 yox, 70 gedə bilərsiniz, bir şeydir. Maşında da man işarəsi var, onu da yandırmışam, gəlib görsənir bizə, burada görsənir, bölüz olmasından. Patpresdə man işarəsi var. Hətta buranda qayda da pozub, düz də keçə bilər, lap əyilməsəydi olar o belə. Çıxaq-çıxdək. Burada Qruntavaya var, burada biraz solluq götürək. Qoşaq hətta aptalayaq, maşını çox dərə-dəpəyə salmırıq. Yüngülvari çiskin yağış yağır. Və buradan o tərəfdən Belarusun işıqları görsənir. Bura keçsin. O yandan Belarus, yəni SNG-yə daxil oluruq o tərəfdən. Yanacağın işarəsi yanır. Qırmızı olan remeni taxmamışam. Yanındakı sarı olan isə bu yol işarəsidir. Yoldan çıxanda səs eləməyi söndürmüşəm, çünki onda problem var deyə aşıbqa verir. Söndürəndə vermir. Belə dostlar, yaxınlaşırsınız. 2 kilometr, 3 kilometr gedəndən sonra sərhəd xidmətin burada Paqraniçni postdur. O posta daxil oldunuz, tex pasportları verirsən, pasportu verirsən, yoxlayır, kontrol eləyir, peçatı vurur çıxışı ölkədən, ya Allah, çıxırsan. Hətta yəni vizanı gecikdirmirsən ya yox, ona da baxa bilər dostlar. Yəni çalışın vizan vaxtından gecikməyin gələndə. Çünki hər hansı bir polis yoxlayanda və yaxud da ki, belə çəlinə gömrük yoxlayanda oturub baxa bilər ki, pasportda peçat çoxdur, şübhələnə bilər, oturub saya bilər. Sayar, yəni hesablamada səhvlik taxsa, yaxşı halda cərimə vuracaq, buraxacaq, pis halda deport eləyəcək. Onlara da haqqı var onların. Ona görə çalışın, qayda pozmayın. Vizan vaxtı nə qədərdirsə, o vaxtı keçməyin, aşmayın vizan vaxtı. Mən adamlar tanıyıram ki, deport vurublar ona görə. Bu gömrük yox, ümumiyyətlə yolda Avropada belə bir şey var. Hər an getdiyin yerdə polis də səni saxlaya bilər, gömrük də səni saxlaya bilər. Sənəd, səpət, nə qədər pulun var üstündə, bunların hamısını yoxlaya bilər dostlar. 10 mindən artıq üstünə pul olmamalıdır. Yəni 4 nəfərsənsə 40 mindən artıq olmamalıdır, fikrin çatdı sizə. Burada gəldin, çatdın dostlar, avariya qoşursan ki, yəni axırıncı maşın mənəm. Arxadakı maşın gələcək, çatacaq, avariyanın qoşacaq, biz avariyanı söndürəcək. Baxın, o bir tərəfdə də avariyanı qoşurlar, görürsünüz. Gəldin, çatdın. Paqranın qabağıdır, Paqranın postu. Arxadakı maşın da qoşdu avariyanı, mən bunu söndürə bilərəm. Bizə yaşıl yananda bizə tərpənəcək. Burada kamera çəkmək olmaz. Kameralarından mənim kameramı görərlər, zibilə çıxar. Keçin buraları.
Dostlar, burada bir şey var idi. Gəldi yemək istədi, apardım yeməyi. Zabona tərəfində. Yerə kalması atmışam. Götürdü dedim getdim yeməyə orada. Gəl çilsin. Allah'ın yeməği az kalmasın. Yemək gəlir çilsin. Tamama gəldi. Neymiş o zaman yol ortasında yemədin. Ne kadar istəyəcəklər səni. Biraz da böyle bir şey. Dayanmışıq bir şey için. Psiyim. Gel. Psiyim. Ala. Kat. Deniz maşın gel. Kat. Sağ olun bari psiyim. Allah hoş olsun. Ala. Kat. Götür dışarı. Tez götürüyor. Psiyim ağlıyor psiyim. Ataram kaçarsan qabağının bir yavru olarım. Ala pişiyim. Kaçıyım. Yəqin bağlar da var. Ala hissəsi. Onu da verib. Pəndərəmizi bağlayaq. Tərpənən kimi qaçır adamın qabağına. Ala pişiyim. Bir yanda. Bu yandan. Pişiyim. Gel tıpaya. Bu yana gel de. Gel. Biraz da gel. Yok sağa gel. Dostlar, herkese salam olsun. Hər vaxtınız xeyir olsun. Gəldim, çıxdım Belarusiyaya. Brest şəhərindəyəm. Baxın dostlar, parkdayam. Həmişə dayandığımız parkdayam. Maşını burada ikisini də park eləmişik. Göy Azərbaycana gedən manda, ağ Euro 6 manda. İkisi də dal qabaq dayanıblar burada. Yük gözləyirik, yükləmə olacaq. Kameranı qoymuşam sinəmə. Gedirəm mağazinə bir kişi almağa. Yeməyimiz alımız olsun. Qapıları bağladıq görəsən. Bağladı. Sonra yavaş çıxaq dostlar. Kamera belə gizlədim, cəmaat deyər ki, KKP-dən zaddan gecə ilə bir təhər sərhədi keçdim dostlar. Amma sizə deyim, bu səfər çox rahatçılıqla keçdim ha sərhədi. Həddindən artıq çox qəşəng keçdim sərhədi. Polşa tərəfdə təsəvvür edin. Gəldim, girdim terminala. O sizə terminalı çıxışını göstərdim. Deməli gəldim, girdim terminala, o pasport stol. Estağfurullah. Deməli birinci o yaxınlaşırsan şlaqbauna və şlaqbaundan sonra bura Brest Neftrans şeydir, zavodudur. Hər nəsə. Deməli birinci yaxınlaşırsan şlaqbauna, rampanın altına. Rampanın altında maşın sənədlərini verirsən. Yüklüsənsə semeri falan da verirsən. Tərəzi də ora tərəzi keçirsən. Qeyd eləyir səni, sənədlərini qaytarır və sənə kart verir. Belə bank kartına oxşan bir kart verir. Belə bir bank kart verir sənə. O bütün əməliyyatlar həmən terminalda, həmən afarmitil yerində, həmən karta yazılır sənin bütün maşının danıları, adın, soyadın, hər bir şeyin. Və o kartla da sənə deyir ki, sektor B, sektor A, sektor C, hansı sektorda dayan. Gəlirsən, sektorda dayanırsan. Məsələn, mən B sektoru yazdı, çünki boş idim. Gəldim, park elədim maşını səliqəli şəkildə. Və park eləyəndən sonra tələsmirdim. Niyə tələsmirdim? Sizə onu da deyim, dostlar. Deməli, mən sərhədə girəndə saat 9 idi. Axşam saat 9 idi. Mənə lazımdır Polşanı gecə 12-yə qədər çıxım. Gecə 12-yə qədər. Amma Belarusiyaya 12-dən sonra daxil olum. Niyə?
Gecə 12-yə qədər Polşanı çıxanda vizama həmən gün yazılır. Bir var sən saat gecə 1-də çıxasan Polşanı, təzə tarix yazılsın. Artıq bir gün itirdin sən elə bir Avropada. Bildiniz nətər? Amma Belarusiyaya bir gün tez girmək lazımdır ki, Belarusiyanın bu girişindən, Rusiyanın Dağıstan tərəfindən Azərbaycana girişindən sənə 10 gün möhlət verir. Tranzitlə deklarasiyada vaxt verir sənə. Həmən o vaxt ərzində, 10 gün ərzində onlar bilmirlər axı sən yük axtarıb, yük vurub, yükləyib gedəcəksən. Yük də bu dəqiqə qıtlıqdır, yanvar ayı. Başa düşdünüz nətər? Ona görə mən 10 gün vaxt mənə bəzən azlıq eləyir. Həm də yollar qarbuzdur. Başa düşürsünüz? Mən ona görə gecə 12-yə qədər Polşanı çıxmalıydım. 12-dən sonra aformit eləməliydim Belarusiyanı ki, mənə yeni tarix yazsınlar. Yəni, uduzmayın. Gün məsələsində dala düşməyin. Uzun sözün qısası dostlar. Gəldim, girdim, sektor B-də saxladım. Orada elə bir maşınlar saxlayan kimi hamısı qaça-qaça düşür, qaçır gedir, kartı vurur ki, o çerədə yazılsın da elə bir bildiniz nətər. Hamı tələsir. Yəni, vaxtıca mən də tələsirdim, amma tələsmədim bu səfər. Səliqəli şəkildə düşdüm maşından. Oynaya, yavaş-yavaş getdim. Axşam saat 9-da getdim, girdim. Kartı qoydum. Növbəmi gözlədim. Bir 15-20 dəqiqə növbəm çatdı. Növbəmi verdilər bir dənə polkovnik. Belə ağsaqqal kişidir. Gömrüksü. Gəldim, verdim eksportlarımı. Gəldim, verdim Bakıdakı şirkətin EORI kodu deyirlər. EORI kodunu verdim. Daşıyıcı şirkətin. Hansı şirkət üzərindən gedirəm. Və ondan sonra da dostlar kartımı qoydum, oxutdum. Bir tek pasportları verdim. Dostlar, neçə vaxt da məni buraxsa yaxşıdır. Adamlar var ki, sutka yatıra orada. 2 dəqiqə neçəsə saniyə çəkmədi. 2-cə dəqiqə. Sənədlərimi qaytardı, özümə dedi, get. Belə göz vurdu mənə. Mən də belə baxdım buna, dedim, pso. Dedi, pso, bu izd. Nə rengenə yazdı, nə VIN kodumu yoxlatdı. Heç nə də, heç nə. Dedim, əladır ki. O şimdi dostlar, tərfəndim, mindim maşına. İndi tələsmirəm axı. Mənə də Belarusa gez girmək lazımdır. Yavaş-yavaş sizlə çəkiliş eləyək. Ora pişiyə yemək zat verə-verə. Davam elədim. Gəldim Polşanın çıxışında o gömrük kontrolu var idi, paqran kontrolu. Həmən paqran sənədlərimə baxdı, nə bilim, vizaya baxdı, pasporta baxdı, peçatlarıma baxdı. Sorğu-sual çıxdı utkasından. Gəldi, kəllənin VIN kodunu yoxladı. Priçepi dedi, aç. Priçepə baxdı, priçepin VIN koduna baxdı. Dedi, əfsə, otur, çıx, get. Peçatımı vurdu. Yadıma düşdü ki, Polşada saat 11 olanda, axşam 11 olanda da gecə. Belarusiyada gecə 12-dir. Baxın, 1 saat söhbəti var. Dedim, şans mənim şansımdır. Sığdım, girdim Belarusa. Yoxlatdırdım maşını. Pasport kontrola girdim. Orada sığortan olmalıdır Belarus üzərindən. Dedim, sığortam yoxdur. Dedi, hə, problem yoxdur. Maşını yoxlatdırırsan paqrana, gedirsən parkovkada saxlayırsan, sığorta elətdirirsən, gəlirsən, ondan sonra pasportla pesat vuracam. Dedim, hə, yaxşı. Çıxanda bir dənə də Belarus var idi. Maşın içərisində, kəllənin də, dafın içində evinə xaldenik, paltar yuan almışdı. Dedi, kollega, heç kəs yoxdur, bir sənsən, bir mənəm. Bəlkə mənə kömək eləyəsən ki, bəs burada eləyim də. Maşın içərisindən bunu götürməliyəm, tərəziyə qoymalıyam. Dedim, ne vapros, kollega, davay. Nəyəsə, götürdüm dostlar. Qalxdım onun kabinkasına, o paltar yanı düşürdü, apardıq, qoyduq tərəziyə. Çəkdik 44 kilo, 800 qram gəldim, nə qədər. Dedim, kollega, da sənin burada sənət səpət işlərən var, mən getdim. Dedi, əfsi, paqranla köməkləşərik. Bu Belaruslar da bir-birinə kömək eləyəndir, rast edeyim. Yəni, paqran da əlini atıb kömək eləyəsidir ona. O şimdi çıxdım, getdim. Səliqəli şəkildə parkda saxladım. Getdim, girdim, sığortamı elədim. Orada da sığorta, dostlar, deməli, 6 evro 6 evro priçepin rasxodudur, 6 evro. Priçepin 15 günlük sığortasıdır. 9 evro da dartıcının, kəllərin rasxodudur. Əfsə verdim onu. Sığortalarımı aldım, apardım paqrana, heç kəs yox idi. Gördüm, paqran sigaret çəkir.
Dedim, tələsmə, işində ol, gözləyərəm. Dedi, hə, deyəm, pakuriyo gəlirlər, nə yaxşı. Şimdi buradan keçməliyik də, biz indi qaçdıq, gəlib vurub açtırmasın. O şimdi dostlar, Paqrandan da keçdim Belarusda. Gəldim, girdim afarmitrin yanına ilə. Növməni götürən kimi sənədlərimi girdim, növməni çağırdılar. Heç kəs yox idi içəridə. Valla, gətdim, girdim, qıza bütün sənədlərimi verdim. İmzalar var idi, attım. Dedi, yo, yaxşısınız, siz bilirsiniz hara imza atmaq lazımdır. Deyirəm, birinci gün deyil də işləyirəm. İmzaları attım, verdim sənədləri. Dedi, get fitosanitariyaya. Getdim fitoya, oradan da gəldim. GPS-i vurdurdum maşına, ödənişini edim 135 euro, biraz Belarus pulu xırdaladım. Ondan sonra ya Allah. Çıxdım dostlar. Çıxışa. Təsəvvür edin dostlar, gecə saat 2-dir, neçədir. Belə test çəkdi, 1-2 saata buraxdı Belarus. Gəlmişəm. Çıxışda dayandım, çıxışda da maşını yoxladılar. İndi düz çıxışda transport dayanıb. Mən də kutkadan zaddan geyinmişəm ki, görməsin də, cavanam. Bildiniz nəfər, kapşon zad keçmişəm başıma. Maşın içərisi işıqları söndürdüm ki, qapını paqran açanda görməsin ki, maşın içəri görsənməsin. O şimdi dostlar, səliqəli şəkildə çıxdım, tərpəndim. Çıxdım, tərpəndim. Bu da mağazin. Mənə elə də çox şey lazım deyil. Tak. Ne olar? Belə karzinka götürər deyə. Karzinka pivə yoxdan var axşama. Litski kvas. Tak. Kvas. Her yer kvasda. Evet, araqlar. Abi bir dakika. Sorry, sorry. Baxır qarayam, sorry deyir. Budur dostlar, budur. Bunu polunu gecə qoymaq olar. Millət olaraq zakuskasız olmur da. Yerdə karzinka var, ondan götürək. Tak. Qəşəng smetanları var bunların dostlar. 1 rubla 15% smetanlı Belarus smetanı. Belarus smetanları. Onu da koyaq. Sonra burada var, almışam. Beş rubla bundan götürək. Ayaqqabım çıxdı. Bunların fistaşkaları var, interesli. Ondan axtarıram, tapamıram. Fistaşka. Çörəyim var. Məydə, axşam gömək.
Qəşəng bir şey oxşayır. Onu da götürək. Bəs də. Çıxdıq, belə itlər var, köpək uşağı. Hə, dostlar. Orada kassada kameralar çoxdur, istəmədən çəkişəyim. Görmə, çəkir bu. Nə deyək, kasoyu götürür ki. Obyektivimiz kasoydur. Peki, bayaqdan elə belə çəkir, mənim xəbərim yoxdur, hə? Hə, dostlar. Bura Brest şəhəridir. Brestin, belə deyək, qırağı deyə bilir, şəhər sol tərəfdədir. Biz sağ tərəfə gedirik. Hələ indi birazdan dərdimiz o deyil, dərdimiz odur ki, birazdan axıran yaxınlaşacaq, parkovka pulu istəyəcək. Çünki o göy maşın orada gör neçə gündür, 2-3 gündür oradadır. Günü 12 rubuldan o zopalayır. O da 12 rubul bizim pulla nə qədər eləyir? 6 12 evronun eləyirsən, 12 rubulun eləyirsən 4 evro. 4 evrodan nə qədər eləyir bizdə? 7 manat 50 qəpik. Günə 7 manat 50 qəpikdir stayanka, dostlar. 3 günə 23 manat. Necəsən, ağac? 23 manat 3 günə. Tak, bura peşək. Kaça? Bu da qoy gedək. 3 günə 23 manat, o biri maşın da bir 7 manat yazsa, Allah xeyir versin. 30 manat elə bir ki, stayanka verirsən. Hələ bu son deyil, hələ buradayam. Hə, dostlar, kamera düşmüşdü. Xəbərim də yox. Şaqqa-şaq danışa-danışa gedirəm, bayaqdan. Gəldik, çatdıq parka. Tənha həyata davam. Kim deyə bilər, nəyə görə bu üzü belə dayanıb, o biri maşınlar üzü belə dayanıblar. Kim deyə bilər? Baxın, hamı düz dayanıb, bu ayrı dayanıb. Görməli bunun sualına kim kommentarda biz cavab verəcək. Ya Allah, ya Məhəmməd, ya Ali, sağ-salamat uğurlarla geçsin çatsın məzəmizə. Euro 6'mız getdi. YouTube izləyicimizin maşını yola düşdü. Sağ-salamat Allah'a emanet. Soyuq qış axşamında, qarlı havada çıxdı maşın yola.